Salam değerli izleyiciler. 15 oktyabr 2025-ci il xəbər verdiyimiz kimi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçilib və unikalı məlumatına görə bu qərardan sonra Ramiz Mehdiyevin general oğlu Teymur Mehdiyevin gələcək aqibəti ilə bağlı suallar yaranıb. Belə ki, Teymur Mehdiyev Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun müavinidir. O, bu vəzifəyə 2014-cü ildə təyin edilib. Məsələ ilə bağlı Ramiz Mehdiyevdən və oğlundan açıqlama almaq istəsək də onların telefonu sönülü olub. Kəmaləddin Heydərov isə məsələ ilə bağlı sualdan yayınıb. Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev isə sualı eşidən kimi telefonu söndürüb. Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin legallaşdırılması maddələri ilə ittiham olunub.